Salam, hər vaxtınız xeyir olsun. Biz Cənnət Park təmir qrupu olaraq bu klassika mənzili ərsəyə gətirmişik. Klassika üslubu hələ bir üslubdur ki, incəliyi, zərifliyi, aristokratlığı istəyir, sevir. Və biz ona görə də 2 sm yarımlıq, 4 sm dekor kantlardan istifadə etmişik. Aboyların rəngidir, göz yormayandır. O baxımdan biz bu mənzili bu qaydada təmir etmişik. Hal-hazırda da bizim bu mətbəxdə mebel yığılır. Gördüyünüz kimi mebelin korpusu, bakallar, hər bir şey hazırdır və qapıları xonça qapıları olacaq, CNC-dən istifadə olunacaq, boya akrildir. Bizim bu otağımız da çox gözəl, gördüyünüz kimi əl işlərlə qapıdır və ürək açan, göz yormayan və əlbəttə ki, gördüyünüz kimi nə gözəl açıq rənglərdən istifadə olunub, dekor kantlardır, aboyun incəliyidir və bunlar hamısı göz oxşayan bir təmirdir. Bu mənzilimizin sanuzelidir, hansı ki gördüyünüz kimi kiçik olsa da belə biz açıq rənglərdən istifadə edərək buranı gördüyünüz kimi çox necə gözəl, geniş yaratmışıq. Dekor rənglər yaşıldır istifadə olunub və açıq kremdir, bejdir, bunlardan istifadə olunub ki, bizim bu sanuzelimiz geniş görsənsin. Gördüyünüz kimi moydadırın yeridir, duş kabinadır çox rahatçılıqla. Standart 90-90 olsa da biz sanuzelə görə bunu biraz da geniş etmişik ki, rahatçılıq olsun. Və qapıların açılma yöntəmi çox rahatdır. Bu otağımız uşaq yataq otağıdır. Uşaq üçün çox gözəl bir otaqdır. Tavanda olan dekorlardır, qaydalardır, işıqlanma sistemidir. Hər biri bir-birinə uyğundur. Bu otağımız isə valideyn yataq otağıdır. Burada da yəni də açıq rənglərdən, yaşıl tonlu rənglərdən istifadə olunub. Spot işıqlardır və lüstrdən istifadə olunacaq və bu aboyumuz əlbəttə ki, özü bir gözəllik qatır otağımıza.